Biraz azarladım, qrip oluram, oynaqlarım ağrıdı, nə bilim, Covid oluram falan filan. Gəlirlər, sanki həkim ofisant kimidir, bir müraciət olunur ki, babası deyir ki, ona sistem qoşulsun. Və damara düşə bilən hər kəs Damara yanındakı, evindəki, qonşusundakı insana gəl sənə sistem qoşaq, yaxşı olacaqsan deyə təklif eləyir. Amma mən deyirəm ki, gözləyək, nətər yəni gözləyək? Burada yanıb tökülür. Bu nətər həkimdir? Heç mən sistem yazmadım. Bu sistem zad yazmır. Sən get normal həkim tapırlar. Uşağın halı yoxdur ki, maye qəbul eləsin, qida qəbul eləsin və belə deyəkdən əldən gedirsə, bu nə dərəcədə düzgündür və ümumiyyətlə hansı vaxtlarda biz sistemi mütləq eləməliyik, hansı vaxtlarda ondan qaçına bilərik və ümumiyyətlə sistem özlüyündə yaxşı bir şeydirmi? Və başlayırlar bu sistemin içinə kakarbaksilaza, ribaksin və s. və uşaqlara belə ağzına gələn kalsium glukonat, uşaq orada qızdırır, qızdırması var, kalsium glukonat qaşırlar ki, kalsium iynəsini alır. Əgər maye etkisi varsa, qusma varsa, ishal varsa, dirəncli, ağızdan qəbul olunan dərmanla düşməyən qızdırma varsa, hamının sevdiyi, hamının tək ağızdan uşağıma eləyək dediyi vena daxili infuziya, yəni sistem haqqında danışacağıq.